Salam hər kəsə. Biz indi yeni topludan karbonun birləşmələrinə aid bir neçə məsələnin həllinə baxacağıq. Bunlardan biri 55-ci məsələdir. Burada bizə deyir ki, qaz qarışığımız güruldayıcı qazdır və güruldayıcı qazın helyuma görə nisbi sıxlığını soruşur. Əvvəlcə onu nəzərinizə çatdırım ki, əgər hər hansısa bir qazın digər qaza görə nisbi sıxlığını soruşursa, biz bu zaman emirləri bir-birinə bölürük. Amma qaz qarışığı dedikdə biz həmin qaz qarışığının birinci olaraq M ortasını hesablamalıyıq. Orta molyar kütləsini tapdıqdan sonra həmin aldığımız cavabı yəni nəyə görə, hansı qaza görə sıxlıq soruşursa, onun emirinə və yaxud dairinə bölə bilərik. Burada güruldayıcı qaz deyir. Biz bilirik ki, güruldayıcı qaz 2 həcm hidrogen və 1 həcm oksigenden ibarətdir. Yəni 1 həcm oksigenden ibarətdir. Yəni 2 mol və 1 mol götürürük. M ortamızın düsturu M orta bərabərdir. N1 M1 üstə gəlinsin N2 M2 bölünsün N1 üstə gəl N2. Bildiyimiz kimi buradakı nülər bizim əmsallarımızdır. M1 və M2 isə qazlarımızın nəyi olacaq? Emirləri olacaq. Bərabərdir. Gördüyümüz kimi ilk qazımız hidrogendir və hidrogenin əmsalı 2-dir deyə 2 vurulsun. Bir hidrogenin A yeri 1-dir və H2 şəklində olduğuna görə bunun emirini 2 götürürük. Üstə gəlinsin. İkinci qazımızın əmsalı, yəni N2-si 1-dir. 1 vurulsun. Oksigen A yeri 16-dır. O2 olduğu üçün biz bunu 32 götürəcəyik. Və aşağıda da 2, yəni N1'miz üstə gəlsin N2. Bərabərdir. Burada eləyir 36-nı 3-ə bölürük. Eləyir 12. Artıq biz M ortamızın neçə olduğunu tapmışıq. Düzdürmü? M ortamız 12-dir. Həmin bu 12-ni helyumun A yerinə, yəni 4-ə bölüb cavabımızı tapa bilərik. Cavab C variantı. Növbəti məsələmiz 58-ci məsələdir. Bizə burada deyir ki, kalsium H2 məhlulundan buraxılmış müəyyən qədər karbon qazının 25% reaksiya daxil olmuş və bu zaman qabın kütləsi 11 qram artmışdır. Reaksiya daxil olmayan karbon qazının kütləsini soruşur. Baxın, biz burada belə nəticəyə gəlirik ki, reaksiya kalsium OH2 ilə nə daxil olacaq? Karbon O2. Və bu zaman kalsium karbon O3 və su alınacaq. Deyir ki, karbon qazının 25% reaksiya daxil olub və qabın kütləsi 11 qram artıb. Baxın, kalsium OH2 var idi, bunda heç bir dəyişiklik baş vermirdi. Amma üstünə karbon O2 gəldilər deyə artıq qabın kütləsi neynədir? 11 qram artdı. Deməli, bizim bu karbon O2-mizin kütləsi nə qədər olub? 11 qram olub. Və bu 11 qram, yəni reaksiya daxil olan hissədir. 11 qram, burada da bizə deyir ki, 25% reaksiya daxil olub. Yəni bizim 25%-imiz, faizlə 25, qramla isə 11 qram olub. Yaxşı, bəs nə qədər reaksiya daxil olmayıb? Biz bilirik ki, ümumi faizi həmişə 100 götürürük. 100%-dən 25-i çıxırıq, yəni reaksiya daxil olanı. Reaksiya daxil olmayan hissə 75% qalır. Reaksiya daxil olan 25% 11 qramdırsa, bəs görəsən reaksiya daxil olmayan 75% neçə qramdır? X bərabərdir. 75 vurulsun 11. Burada da 3 qalır. 33 qram reaksiya daxil olmayıb. Belə cavabımız Y variantı olur.